Salam, hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yenə mən gəldim. Yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəs salamlayıram. Kanalıma, evimə və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Mən də şükürlər olsun yaxşıyam. Yenə də çalışmışam maraqlı bir vlog ilə gəlim qarşınıza. İnşallah ki bu vlogumu da sevərək bəyənərək izləyərsiniz sona qədər. Həm də çalışmışam biraz uzun vlog olsun bu dəfə. Çünki bəzi vlogların qısa oldu. Söz vermişdim ki onun əvəzini çıxacağım. Və bu dəfə biraz uzun çəkmişəm. Sizin üçün vlogu hazırlamışam. Və vlog biraz özətləyim sizə. Bu vlogda nələr var. Bilirsiniz hərdən Fuadım gəlir bizə. Bu arada yəni təzə izləyicilər varsa, Fuad kimdir bilmirsə deyim ki nəvəmdir. 4 yaşı var. 2 ay sonra 5 yaşı tamam olacaq. Allah cəmi balaları qorusun. İçində də mənim Fuadımı inşallah. Və daimi izləyicilər bilir ki, Fuadım bizə gələndə, bunu dəfələrlə qeyd etmişəm, çəkiliş etmirəm. Çox vaxt, çünki çalışıram ki bütün günümü, vaxtımı ona sərf edim. Doya doya ondan doyum həmən o bizdə olan müddətdə. Və ona görə çəkilişlərə biraz o bizdə olanda stop verirəm. Amma bu 3 gün qaldı da bizdə Fuad. Hətta 4 gün. 4 günün bir gününü çəkilişini etdim ki, yəni bir günümüz necə keçdi Fuadla, niyə görə mənim vaxtım olmur, necə məşğul oluram, vaxtımı necə ayırıram ona, onu görmüş olasınız. Yəni Fuad bizdə olanda çəkilişlərimi ona görə çəkmirəm ki, yəni Fuadın mənə əslində maneçiliyi yoxdur, çəkilişlərimlə bağlı. Sadəcə olaraq yenə dediyim kimi istəyirəm ki, sırf vaxtımı ona ayırım, əyləncəli, maraqlı gün keçirdək nənə bala, yəni ailəlikcə. Ona görə fikrimi ona yönəldirəm. Məndə də fikrimi bir neçə yerə bölə bilmirəm də. Ya YouTube çəkilişlər etməliyəm, ya nəvəmlə məşğul olmalıyım. Mən də ki çalışıram bütün fikrimi, enerjimi ona yönəldim. Və belə olduqda da heç nə yadıma düşmür. İstəyirəm ki, elə həmən o günləri doya doya yaşayaq. Və bilirəm ki, bir çox nənələr, babalar belədir. Nəvə sevgisi bir başqa olur. Mən də Fuadım inanın ki bizə gələndə nə qədər keyfim olmasa da, nə qədər yorğun olsam da o bizə gələndə məndə hər şey yüksək səviyyədə olur da. Enerjim də yüksək olur, əhvalım da yüksək olur. Belə hətta deyim sizə o qədər enerjik uşaqdır ki, bütün günü nə isə istəyir də, onu istəmirəm, bunu istəyirəm. Mən də onun bütün istəklərini sevərək edirəm, çalışıram ki, o hər bir şey ürəyicə olsun balamın. Belə qızlar, yəni deməyim odur ki, o Fuadın bizdə olan günlərində günümüz necə keçir, yəni görmüş olasınız. Bəzən qızlar yazır ki, bir Ləman bacım var, o yazmışdı ki, shorts paylaşmışdım. Mən də deyirəm, bacım niyə vlog paylaşmır? Demə Fuad sizdədir. Artıq məni tanıyanlar bilir ki, mən Fuad bizdə olanda çəkiliş edə bilmirəm, paylaşımları edə bilmirəm. Yəni bütün fikrimi ona yönəldirəm də. Yəni bir neçə gün yoxa çıxıramsa bilin ki, Fuad bizdədir. Belə qızlar, yenə də səhər açılıb günlərimizdən bir günüdür Fuadla. Bizdə qalan günlərində həmişə olduğu kimi səhər oyanan kimi ilk söz odur ki, nənə dur mənə dadlı pişir. Dadlı da bilinçika dadlı deyir də. Tək ki uşaqlıqdan bu dil açandan bir dəfə ona pişirdim, xoşu gəlmişdi. Elə dedim dadlıdır, deyir hə dadlıdır. Elə də yadımda qalıb ki, bilinçikin adı dadlıdır. Mən də onun üçün hər səhər bilinçika hazırlayıram və bir də bu köpüklü kakaolu südü xoşlayır. Buna hətta bunun da adını qoyub, marojna kofe deyir buna. Nənə mənə marojna kofe hazırla. Bunu daha çox sevir. Gündə neçə dəfə içsə bezməz də. Yəni kakaonu belə köpürdürəm şəkərli, südlə, belə eyni marujna dadı gəlir deyə deyir marujna kofe. Səhəri, hər səhər bizdə olanda belə yeyir. Başqa nəsə hazırlasam da yumurta və ya nəsə başqa bir yemək sayiska heç nə istəmir. Ancaq bunu sevir deyə elə bunu da hazırlayıram. Belə səhərimiz belə açıldı. Yeməyini yedi Fuadım.
Özdə bilinç ki, arasına heç nə sevmir. Bəzən arasına şokolad yağı falan çəkmişəm və yaxud balla, cemlə nə etmişəm sevməyib də, sadəsini daha çox sevir. Ona görə də sadə qoyuram qarşısına yeyir. Amma belə deyim, arada pankek formasında da hazırlayıram. Balaca belə topuş pankekləri onu niyəsə sevmir, amma eyni şeydir, eyni daddır bağırsan. Deyirəm, o belə yastı bu formada sevir də bir sözlə. Neyse qızlar, belə səhərimiz belə açıldı. Fuadımı yedizdirdim. Daha sonra özüm də bir şeyler atıştırdım. Daha sonra dedim yemək hazırlayayım, qoyum. Gedəcək yerimiz var idi. Həm Fuadı aparacaqdım biraz gəzintiyə, həm də özüm işlərim var idi. Onu çıxmalıydım ki, həll edim. Və dedim ki, öncə çıxmadan öncə ən azı yeməyimi hazırlayayım, qoyum ki, birdən gec gələrik. Günorta yeməyini evdə yemək, hazır yeməyimiz də olsun. Çox fikirləşdim ki, tez bazar nə hazırlayayım və yoldaşım gəldi mənə ideya verdi ki, həmişə hazırladığın o qaymaqlı makarondan hazırla. Artıq burada günorta saatlarıdır. Saat 1 falan olar. 1 falan deyil, yəni 1-ə qalmış falan olar. Və dedim yeməyimi hazırlayayım, çıxaq da Fuadla. Və necə hazırladığımı da belə az da olsa çəkdim sizin üçün. Bunu dəfələrlə paylaşmışam kanalımda. Adi yağ soğan edirəm. Bir böyük baş soğanı doğrayıb yağda qovururam. Üzərinə xırda doğranmış toyuq filesi əlavə edirəm. Onu yəni toyuq farşı ilə də əvəz etmək olar, mal əti ilə də əvəz etmək olar. O üçün ətə əlavə edirəm, biraz elə bişir. Daha sonra ora tomat da əlavə edirəm, bir dolu qaşıq tomat. Biraz da elə qovrulur və daha sonra sonda da bir paçka bu gördüyünüzdə bəyaq İran qaymağı. Həmən qaymağı da əlavə etdim tavaya. O yağ soğan toyuq ətinin üzərinə elə qarışdırdım. Və qaynatdığım makaronu da əlavə etdim həmən qarışımın üstünə, yəni həmən sosun hazırladığım padlivkanın üstünə qarışdırdım və yeməyimiz hazır oldu. Kızlar, inanın ki, o qədər dadlı olur ki bu yemək. Yəni aranızda belə bu üsulla hazırlayan olmayıbsa, mütləq şiddətlə tövsiyə edirəm ki, hazırlayasınız. Həqiqətən çox dadlı olur da. Və elə mən yeməyi hazırlayanda Fuad gördü ki, makaron hazırlayıram. Əslində makaronu çox sevir, amma həmən günü niyəsə istəmədi makaron. Dedi ki, mən yeməyəcəm makaron. Gedib babasına deyib ki, baba, mən lahmacun istəyirəm. Bizdə də yaxınlıqda elə fast food satılan bir yer var. Sifariş verdi, qapıya gətirib çatdırdılar lahmacunu. Elə Fuad da, yəni mən yeməyi hazırlayıb qutarınca yeməyini də yedi. Dedim evdə yedizdirimi çıxardım. Evdə yedi və daha sonra hazırlaşıb çıxdıq. Və sağ olsun böyük oğlum işə gedərkən dedi, onsuz da gedirəm bu yolu, gəl siz də aparım düşürdüm. Gedəcəyimiz yerə qədər apardı bizi. Gel. Gel bura gel. Əmi deyə getdi, əmi getdi deyir. Getdi əmi. Və beləliklə qızlar gəlib çatdıq Nərimanova. Dedim öncə gedək işlərimi həll edim. Yəni vergilər idarəsi orada Park Mola yaxın yerdə yerləşir. Dedim öncə işimi həll edim. Keçən vlogda demişdim, vergilərlə bağlı hələ bir də getməliyəm. Həmən günü, yəni bugün getdim təkrar. Getdik Fuadla vergilərdə işimizi həll etdik. Daha sonra oradan çıxandan sonra elə Park Mall həmən ora çox yaxındır. Bir addım yaxınlığıdaydı. Və çıxandan sonra dedim elə Fuadı da aparım. Biraz əylənsin. Park Mallda bu uşaq Happy Land'dir deyəsən, oradakı uşaq əyləncə mərkəzinin adı. Orada biraz əyləndi. Daha sonra çıxdıq elə Nərimanov parkında biraz əyləndik. O üçün axşama gedib çatdıq evə. Və bu da bilirsiniz, mən shortslardan da bilirsiniz, çoxdan çəkmişəm bu vlogu. Hətta yəni orucluqdan xeyli qabaq çəkmişəm. Orucluq ayı girmədən xeyli qabaq çəkmişəm də. Hətta yəni orucluq ayı girmədən öncə bir 3 vloqluq videolar çəkmişəm.
İnşallah onları da ardıcıl paylaşacağım. İndi hələ ki bunu izləyin. Belə qızlar, neysə, bu arada orucluq ayı demişkən, bu mübarək ay münasibətilə hər kəsi təbrik edirəm. Allah hər kəsin evinə ruzi, bərəkət, bolluq gətirsin inşallah. Tutduğunuz orucları, etdiyiniz duaları, ibadətləri hər biri qəbul olunsun. Allaha xoş niyyətli açılan əlləriniz boş qayıtmasın. Xeyirlə gerçəkləsin inşallah. Maddi, mənəvi nə sıxıntılarınız varsa əzizlərim, hər bir sıxıntıdan azad olasınız bu gözəl ayda inşallah. Amin ya Rəbbim. Allah hər kəsin evinə xeyir, uğur gətirsin bu gözəl ayda. Belə qızlar. Deməli, vergilərdə işimizi həll etdik, çıxdıq. Düzdür, biraz gözləməli olduq, çünki növbəmizi gözləməli idik. Növbəmiz çatdı, işimi həll etdim, çıxdım. Elə çıxan kimi də gəldik Park Mola. Park Molun da səhv etmirəmsə 4-cü mərtəbəsidir deyəsən. 5 mərtəbədən ibarətdir. 4-cü mərtəbəsi əyləncə mərkəzidir, Happyland. Ora getdik. İlk dəfə idi gətirirdim Fuadı bura. Çünki bilirsiniz bizdə orada Zabratda yaxınlıqda Ayxan marketdə uşaq əyləncə mərkəzi var. Adətən ora aparırıq və yaxud ki yay ərəfəsində açıq parklara da, qapalı yox, açıq parklara aparırıq gəzdirməyə. İlk dəfə idi bu əyləncə mərkəzini gətirirdim daha doğrusu. Dedim day gəlmişkən bir də fərqli olsun deyə bu dəfə də bu əyləncə mərkəzinə gətirim. Burada kartımız yox idi. Əyləncə mərkəzindən istifadə etmək üçün kart lazım idi. Əlavə bir kart da aldım. Dedim qoy olsun, yenə də yolum düşərsə gətirərəm Fuadı yenə bura. Amma düzü desəm sizə ki, o Zabratda yerləşən əyləncə mərkəzinə, Ayxanın üstündə yerləşən o uşaq əyləncə mərkəzinə daha maraqlıdır, daha böyükdür, daha əyləncəlidir ora. Həm də qiymətlər də çox münasibdir. Məsələn, burada attraksionlar deyəndə aparatlardan istifadə etmək üçün 2 manat 50 qəpikdən 3 manatdan başlayırsa, Ayxanda həmən avtomatlar cəmi 1 manat 30 qəpik, 1 manat 50 qəpiyədir. Yəni tam yarı qiymətlədir Ayxanda. Amma yəni burada orada əyləndiyinin yarısını əyləndi də demək olar burada. Məsələn, Ayxanda da eyni bu kampaniyalar var. Məsələn, 20 manatlıq kartı doldurursan 5 manat bonus əlavə olunur. Burada da var düzdür həmən kampaniya, amma Ayxanda həmən o kampaniyadan istifadə edəndə demək olar bütün attraksionlardan, avtomatlardan istifadə edir, bol-bol, hələ yarısı da qalır da kartda. Burada isə doldurduq kartı, hamısını boşaltdı, doyunca da oynaya bilmədi də hamısından. Neysə, elə burada biraz əyləndik, daha sonra buradan da qalxdıq yemək yeməyə, yəni bir mərtəbə yuxarı, ora ancaq yemək kafelərdir, yeməklərdir. Və qalxdıq orada yeməyi də Fuad təzədən yedi artıq, çünki evdə saat 1-də yeyib çıxmışdı. Burada da artıq yəni orada vergilər dairəsində bir saatdan çox orada vaxtımız getdi. Burada yəni üstündən bir 3-4 saat keçmişdi də. Dedim bəlkə acmış olar. Çünki Fuad az yeyir, amma çalışıram tez-tez yedizdirim də. Dedim çıxaq orada yemək də yesin. Çünki çöldə Fuad necə iştahı açılır. Dedim doyunca yedizdirim, daha sonra çıxıb yenə də davam edərik gəzməyə. Və elə yemək yedikdən sonra da çıxdıq, biraz Nərimanov parkında da gəzdik. Orada da o pulsuz uşaqlar üçün park var. Orada da biraz oynadı, bir yarım saatda vaxtımız orada getdi. Daha sonra yollandıq evimizə. Və belə qızlar, istəyirəm şərhimi burada biraz dayandırım. Birazdan yenə qayıdacağım. Artıq baxıram ki 15 dəqiqəyə yaxındır ki danışıram. Yəqin ki bezdi səsimdən. Birazdan yenə də qayıdacağım qızlar. Sizi izləməyə davam edin. Sür. Pedala basmalıdır. Pedala bas da.
İçine at da. At. Eybi yox. İlişdiysən bu pisləri at. Bir dənəsinin içine ata bilmədin. Bak. Bak da buna düşsün bak. Bu setkanın içine düşsün. Gözlə. Все, başla. Düz eləmədim. Все. Hayatım sana benim. Çöp de zəhmət olmasa Şazı. Baxın. Yaprak. Bırak. Mama hakikaten sevmem hayat. Neyse al götür. Gittik. Gidelim. Şu kapağı. Gittik. Yürü o tarafa. Yok. Git sen git. Ters sana ters gel. Ha? Yaxşı.
Ay kuşlara bak. Ha, Ne geliyorlar yanına? çok mudur? Nene. Ay nene. Hadi Gel gidelim de buraya. gidelim kuşların yanına. Gidelim. Uçurtma da koy baba yemek yedizdirir. Gel geç böyle. Uçurtma. Ha yemek yiyirler. Gel yanıma gel bırak gel bırak. Gel buradan bak. Geceydi kuşlar. Yok hırda hırda doğru abi. Öyle atma da üstüne geçsen korkulur ki. Lan bak bütün kuşlar katırttım. Uzaktan durup yiyecekler. Ha, uzaktan durar. Ay sağ ol. Hı. Çek yanımdan. Yanımdan ayrılma. Eşyalar, çantaları yerleştirin aparata. Gel. Fuat gel. Uşak geçebilir oradan.
10 dəfə 100 dəfə koli, sakit. Geyan. Ben gelin gibi gidelim. Gəlir. Qırağa dur. Otur. Qapılar bağlanır. Otur. Növbəti stansiya Ulduz. Doors are closing. The next station. Beləliklə qızlar, gəlmişik artıq, evdəyik. Gördüyünüz kimi çox maraqlı bir, əyləncəli bir gün keçirdik nənə bala. Fuad əyləndi, mən ondan çox əyləndim. Fuadın sayəsində hərdən mən də çıxıb gəzirəm. O sevinəndə mən ondan çox sevinirəm. Neysə ki, günorta getdiyimizə görə axşam saatlarını çəkdi gəlib evə çatmağımız. Gələndən sonra da yemək istəmədi, çünki yeyib gəlmişdi. Dedi, mənə mandarin soku da hazırla. Dedim, elə videonun sonunda belə sonlandırım. Ona ev şəraitində şirə necə hazırlayıram onu göstərim ki, bəlkə evdə uşaqlarımız varsa, yəni marketdən almaqdansa şirəni belə evdə özünüz də hazırlaya bilərsiniz. Dedim, bəlkə ideya olar sizə də. Ya apelsin, ya mandarin, ya məsələn belə apelsin, mandarin düzəldəndə bu süd qatmıram da, belə ancaq sok kimi, şirə kimi düzəldirəm. Bəzən elə bu blenderda kokteyllər də hazırlayıram, südlü, meyvəli, məsələn bananlı, digər gilə meyvəli kokteyllər də hazırlayıram Fuad üçün. Elə bu aparatı alanda da sırf o niyyətlə almışdım ki, Fuada evdə, ev şəraitində şirələr düzəldim verim. Çünki marketdən alınan şirələr bilinmir, nə şəraitdə düzəlib, köhnədir, təzədir bilmək olmur. Amma belə evdə təbii, orqanik hazırlayıb vermək daha güvənlidir, etibarlıdır. Ona görə də çalışıram evdə özüm hazırlayım. Marketdən almayım və bu aparatı da elə gedəndə Fuad özü ilə apardı. Dedi ki, bunu nənə ver mənə, aparım evdə, mama da mənim üçün kokteyllər düzəltsin. Elə göndərdim, Fuad gedəndə qoydum çantasına ki, maması evdə kokteyllər düzəldər. Dedim, özüm təzədən bir də sifariş edərəm. Yəni Temu'dan almışdım da bu aparatı. Dedim, elə Temu'dan birində sifariş edərəm ki, burada da olsun. Fuad gələndə onun üçün yenə də hazırlayım istədiyi şirələri, kokteylləri. Belə nəysə qızlar, elə videom burada sonudur. O deməkdir ki, sağollaşmaq vaxtıdır. Bu dəfəki vlog belə oldu. Nəvəmlə bir günüm necə keçdi, onu göstərmək istədim. Və ümid edirəm bu vlogu da sıxılmadan sona qədər sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə əgər, like'ınızı da gözləyirəm. Daha doğrusu Fuad sizdən bir like gözləyir. Və yorumlarınızı da yazmağı unutmayın, abunə olmağı da unutmayın. Çünki bilirsiniz, hər dəfə bunu qeyd etmişəm, vurğulamışam ki, hər bir toxunuşunuz mənim kanalımı irəli çəkir. Yəni dəstək mütləqdir qızlar, əsirgəməyin dəstəyinizi də. Və inşallah növbəti vlogda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.